Nənələrimizin hazırladığı o unudulmaz badımcan turşusunun dadı yadınızdadır? Bugün də kitabdan köhnə reseptlə ən ləzzətli badımcan turşusunu hazırlayırıq. İlk növbədə badımcanların saplaqlarını kəsib ortadan uzununa yarıq açırıq. Duz səpib 3-4 saat ərzində saxlayırıq ki, acı suyu çıxsın. Sonra da üzərinə qaynar su əlavə edib qaynayana kimi qızdırıb 2-3 dəqiqə ərzində pörtlədirik. Sudan çıxarıb üzərinə ağırlıq qoyub 24 saat saxlayırıq. İçlik üçün cəfəri, kərəüz, nanə, acı biber, sarımsağı xırda-xırda doğrayıb bir qabda birləşdiririk. Qarışdırdıqdan sonra birdən yadıma düşür ki, bura mən duzu və sirkəni əlavə etməmişəm. Ona görə də əlavə edib yenidən qarışdırıb bu içliyi 24 saat soyuducuda saxlayıram. Bir sutkadan sonra görürəm ki, badımcanların suyu tamamilə süzülüb və içini ətirli, göyərtili içliklə bolca doldurmağa başlayıram. İçlik nə qədər bol olarsa turşumuz bir o qədər şirəli və ləzzətli alınır. Badımcanları steril olunmuş bankalara sıx şəkildə yığıb üzərinə dolacaq qədər üzüm sirkəsi töküb bağlayıram. Bu resept də mənim sınağımdan uğurla keçdi. Ona görə də mən bu reseptə 10 baldan 10 bal verirəm. Mütləq siz də hazırlayın. Nuş olsun, hələlik.